Herkesi yenidə salamlayıram. Hamımızı xoş gördük. Əziz xanımlar, əziz tələbələr. Bugün bir çox tələbəmiz bizdə məzun olan tələbələrimіздəndir. Eşitdirlər ki, bizim kursda heykəltaraşı, ondan sonra heykəltaraşlığın növləri ilə burun düzəltmə, dodaq düzəltmə, qulaq düzəltmə var. Hər kəs növbəli şəkildə bu qeydiyyatdan keçərək bu master klasslarımıza qoşulurlar. Bugün də yanvar ayının 28-i ikinci master klassımızdır ki, bu inşallah başlayacaq. Birinci master klassımızda aşpaz düzəltmişdik, Nüsrəti heykəlini yaratdıq. Baxa bilərsiniz uşaqlar. Bugünkü master klassımız isə nə olacaq? Dünya aktyoru. Hamımıza baxanda, biz onu görəndə gülüş təbəssüm edirdi bizə. Bu aktyor mənim üçün dünyada uşaqlığımın bir aktyoru olub da. Yəni uşaqlardan bəri bilirəm ki, sizlər də baxın sizə şəkillərinə. Bugün bunu yaratmağa çalışacağıq Allahın izni ilə. Yəni dərsin sonunda özü bir nümayiş ortaya çıxacaq. Mən nə demək istəyirəm? Bu aktyorun özəlliyi bir şey var idi ki, bu aktyor heç kimi kopyalamırdı. Yəni özü olurdu. Özü olaraq da bizi güldürməyə bacarırdı. Bugün onun neçə yaşı var? 71 yaşı var. 1955-ci il təvəllüddür və yanvar ayında biz nəyə görə sırf Mr. Bell'i seçdik. Çünki yanvar ayının 6-sı onun ad günü olub. Onun ad günü olaraq həsr edərək biz o heykəli hazırlamaq sizlərlə birgə istəyirik. İnanıram ki, bacaracağıq. Hər kəsə uğurlar. Xoş oldu bu master klası bizə kömək eləməyə Vüqar bəy özü boyun götürdü ki, mən yaradacağım. Vüqar bəy, çətin oldu, biraz işləmişsiniz 50%-in ki, qalanlarını da burada xanımlarla bərabər olaraq işləyək.